İmam Cəfər Sadiq əleyhissalam bizim bayramlarımız haqqında danışarkən bir neçə mühüm nöqtəyə xüsusi olaraq o nöqtələri qeyd etmiş və bayramlarımız haqqında məlumat verərkən 4 bayrama daha çox diqqət yetirməyimizi xüsusi olaraq vurğulamışdır. Həzrət buyurur ki, elə ki qiyamətin günü oldu, 4 günü xüsusi olaraq keçirən insanlar gəlin öz gəlinlik evinə yola salındığı kimi, yəni xüsusi cəhcəlal, xüsusi fərəhlə yola salındığı kimi, həmin insanlar da xüsusi təntənə ilə cənnətə yola salınarlar. Görək o 4 günün əhli kimdir? Kimdir o günü yaxşı yaşayanlar? Kimdir o günləri ibadət və itaətlə keçirənlər? Həzrət buyurur ki, birincisi Fitr gününün, yəni Ramazan bayramı yaxşı keçirənlər, Allahın itaətinə boyun əyənlər, Qurban bayramını yaxşı keçirənlər, Cümə gününü yaxşı keçirənlər, Qədir gününü, yəni İmam Əli əleyhissalamın Zilhiccə ayının 18-də imamət məqamına təyin edilməsi gününü xüsusi olaraq qeyd edənlər. Burada xüsusi olaraq qeyd edənlər, bilirsiniz ki, biz müsəlmanlar Əhl-i Beyt məktəbinə mənsub olan insanlar bu bayramlarda ibadət və itaətləri ilə keçirməlidirlər. Daha bizim başqalarından fərqimiz ondan ibarət olmamalıdır ki, bayram günü biz Allahın itaətindən kənar işlər görək. İmam əleyhissalamın bu 4 günü xüsusi olaraq qeyd etməsi, yəni həmən günü insanın digər günlərindən fərqli olmasını göstərməsidir. Məsələn, necə ki, bugün Cümə günüdür, hamımız toplaşmışıq bura, həmi birlikdə cəmaat namazı qılırıq. Cəmaat namazının fəzilətinin sayı Peyğəmbər salawatullahın bir hədisində 1-ə 25, bir hədisində 1-ə 27-dir. Hədisi şərh eləyən alimlərə görə hədisdəki rəqəm nisbi rəqəmdir. Yəni bizim bildiyimiz 20, 23, 25 yox, saysıza dəlalət edir. Ramazan ayına təsadüf edilən cəmaat namazının sayı haqqında isə bir məlumat yoxdur. O mənada ki, Peyğəmbərimiz axı buyurur, hər kəs Ramazan ayında bir yaxşılıq etsə, o yaxşılığın əvəzi artıqlaması ilə ödəniləcəkdir.